Salam əziz müəllimlər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Taksonomiya ilə bağlı sual prosesi hazırlamışam və bu suallarla da sizə oxşar məqamlar var. Həmin oxşar məqamlara baxaraq taksonomiya mərhələlərini bir-birindən fərqləndirmək üçün sual nümunələri təqdim etmişəm ki, siz bu sual nümunələrinə baxaraq taksonomiya mərhələlərini qarışdırmayın. Məsəl üçün, bəzi müəllimlər açar feilləri görüb, o dəqiqə gedib taksonomiyanın məsəl üçün daha çox sözünü görüb, gedib təhlil mərhələsi götürürlər. Bunun izahını situasiya üzərindən vermək istəyirəm ki, mahiyyət də başa düşün. Açar feillər də önəmlidir, mahiyyət də başa düşmək daha önəmlidir. Çünki biz həm birinci mahiyyəti, sonra isə açar feillərə baxmalıyıq. Bunu suallar üzərindən izah eləmək istəyirəm ki, qarışdırmayasınız. Qarışdırılacaq məqamlar var. Bununla bağlı suallar təqdim etmişəm. 22 sual hazırlamışam. Vaxtım az olduğuna görə daha çox hazırlaya bilmədim. Vaxt tapdıqca sizlər üçün belə faydalı videolar paylaşacağam. Demək, əvvəlcə bunu toxunmaq istədim. Taksonomiyanın hansı mərhələləri var? Xatırlamaq, anlamaq, tətbiq, təhlil, dəyərləndirmək, yaratmaq 6 mərhələsi var. Gəlin sual nümunələrinin üzərindən oxşarlıqları və fərqlilikləri bir-birindən ayırd edək. Baxaq suallara. Birinci sualda deyir ki, suda yaşayan canlılar haqqında daha çox məlumat toplayın. Deyirsiniz ki, müəllimə, burada daha çox sözü var. Daha çox sözünə görə bunu təhlil götürək. Xeyr, niyə təhlil götürmürsünüz? Burada şagird birini digərindən ayırdı, birini digərindən daha çox önə çəkib qabartdı. Xeyr, qabartmadı. Sadəcə burada suda yaşayan canlılar haqqında daha çox məlumat toplayır. Müəllim verdiyi işi icra edir. Müəllim verdiyi tapşırığı yerinə yetirir. Müəllim verdiyi işi icra etmək, müəllim verdiyi tapşırığı yerinə yetirmək tətbiq mərhələsidir. Nə olsun orada daha çox sözü var? Daha çox sözünü görüb siz dərhal açar feilə qaçıb, gedib mən onu təhlil götürüm, olmaz. Burada mahiyyəti də başa düşürük ki, burada sadəcə gedib şagird daha çox məlumat toplayacaq. Daha çox araşdırma edib məlumatı götürüb toplayıb gətirəcək müəllimə. Burada heç bir şey, özceylik, doğmalıq görmədik. Burada nəyisə qabartmaq görmədik, birini önə çəkmək görmədik. Verilən mahiyyətə baxırsınız. Sualların içərisindən biri qabardılmış olsaydı, onda təhlil götürərdiniz. Bəs nə cür təhlil olsa götürək, ikinci nümunəyə baxaq. İkinci nümunə deyir ki, suda yaşayan canlılardan hansının daha çox uzun ömürlü olması haqqında məlumat toplayın və ən uzun ömürlü heyvanı müəyyənləşdirin. Mən suda yaşayanlar haqqında daha çox məlumat toplayıb ən uzun ömürlü heyvanı, daha çox uzun ömürlü olan heyvanı müəyyənləşdirirəmsə, artıq bir heyvanı, dənizdə o qədər yaşayan en qədər heyvanlar var. Onların içərisindən birini önə çəkib qabardıramsa, artıq təhlil mərhələsi olacaq. Ona görə ikinci sualın cavabı təhlil olacaq. Niyə? Məsəl üçün, köpək balığı, balina, ahtapot. Mən bunların içərisində müəyyənləşdirirəm ki, köpək balığı ən uzun ömürlü heyvandır. Demək, mən onu təhlil eləmişəm, analiz eləmişəm, dərinə getmişəm, axtarmışam və birini önə çəkmişəm. Qabartdım ki, köpək balığı nədir? Uzun ömürlü heyvandır. Bunu müəyyənləşdirmək üçün mən əlbəttə ki, təhlil mərhələsində səviyyəsindəyəm. Ona görə birinci sualda daha çox məlumat toplamaq tətbiqdir, işi icra etməkdir. İkinci mərhələdə isə daha çox uzun ömürlü olanı müəyyənləşdirmək, ən uzun ömürlü olanı müəyyənləşdirmək artıq olacaq təhlil. Üstdə deyir, atmosferdə olan qazların adını müəyyənləşdirin. Əlbəttə ki, atmosferdə olan qazların adını hamı əzbərə bilir ki, karbon var, oksigen var, nə bilim, azot var, məsəl üçün də, yəni kimya müəllimləri daha yaxşı bilər. Müəyyənləşdirirəmsə, bu olacaq xatırlamaq. Həmçində 4-də deyir ki, orada da müəyyənləşdirin feili var. Atmosferdə olan qazların ən çox insan orqanizmə zərərli olanların adını müəyyənləşdirin. Artıq burada ən çox birini müəyyənləşdirəcəm ki, azot, karbon, oksigen var. Karbon ən çox insan orqanizmi zərərli olan deməli qazdır. Bunu müəyyənləşdirmək üçün mən təhlil edirəm. Birini qabardıb önə çəkirəm. Ona görə də cavab olacaq təhlil mərhələsi. 4-də cavab təhlil mərhələsi olacaq. Həmçində şagirdin verəcəyi cavaba baxın. Görün şagird burada hansı cavabı verəcək. Həmin cavablar əsasında da nə olur? Mərhələləri müəyyənləşdirmək mümkündür. 5-ə baxırıq. 5-də deyir, verilənlər içərisində insan orqanizmi üçün faydalı olan və olmayan qazları müəyyənləşdirin. Faydalı olan, faydalı olmayanı müəyyənləşdirmək əlbəttə ki, təhlil olacaq. Lazım olan, olmayan, birini digərindən ayrı seçicilik varsa, olacaq nə? Təhlil mərhələsi. 6-da deyir, oksigen və karbon qazlarını müqayisə edin. Sadəcə oksigen və karbon qazları arasında müqayisə edirəmsə, bu sadə informasiyaların müqayisəsi anlamaq mərhələsi olacaq. Müqayisə etmək, oxşar fərqli tərəflərini demək. Əgər müqayisə edib, oxşar fərqli tərəfləri deyib, nəyisə qabardıb önə çəksəydim, onda olardı nə, əziz müəllimlər? Onda olardı, əlbəttə ki, üzrü sayın, ekran söndü, nəyisə qabardıb önə çəksəydim, onda olardı təhlil mərhələsi. Sadəcə burada sadə, deməli, oksigen və karbon qazlar arasında müqayisə aparıramsa, anlamaq mərhələsi olacaq. Sonra baxırıq nəyə? Baxırıq burada 7-də. Deyir ki, 7-də deyir ki, xəritədə İtaliyanın yerini göstər.
Biz xəritəni neynirik? Əzbərləmək üçün qarşımıza qoyuruq. İtaliya burada yerləşir, ayaqqabı formasındadır. Azərbaycan burada yerləşir. Nə bilim, Rusiya burada yerləşir, Türkiyə burada yerləşir. Mən bunları əzbərləyirəm. Əzbərə məlumatın göstərilməsi olacaq xatırlamaq mərhələsi. 7-də cavab xatırlama mərhələsidir. 8-də deyir ki, xəritədə İtaliyanın Albaniyaya hücum istiqamətini göstər. Artıq öyrəndiyim məlumatı tətbiq edəcəm, icra edəcəm. Ona görə tətbiq mərhələsi olacaq. 8-də tətbiq mərhələsidir. İtaliyanın yerini göstərmək üçün əlbəttə ki, mən bu İtaliyanı əzbərləyirəm. Xəritəni qarşıma qoyub əzbərləyirəm. Amma İtaliyanın Albaniya hücum istiqamətini göstərirəmsə ki, hardan başlayıb, məsəl üçün Vlora körfəzindən başlayıb, hardan başlayıb göstərirəmsə, mən öyrəndiyim məlumatı icra edirəm, tətbiq edirəm, bu da olacaq tətbiq mərhələsi. Sonra 9-da deyir, verilən şəkillərin içərisində Hüseyn Cavidin şəklini göstər. Yenə əzbərə məlumatda şəkillər verir. Şəkilləri verən kimi mən avtomatik tapıram, hafizəmə əsaslanıram. Xatırlayıram ki, Hüseyn Cavid belə idi, bığlı idi, nə bilim, nə idi. Bunu tapıb göstərirəmsə, olacaq xatırlamaq mərhələsi. 10-da deyir, Hüseyn Cavid haqqında ess yaz. Mən onun haqqında artıq ess yazıramsa, bir işi tapşırığı icra edirəm, o olacaq tətbiq mərhələsi. 9-da deyir, paltaryon maşınının işlək vəziyyətə gətirməyin yolunu bilir. Yolunu, ardıcıllığını bilirəmsə, bu öyrəndiyim məlumatdır. Əzbərə bir məlumatın təqdim olması olacaq nə? Xatırlamaq mərhələsi. 10-da deyir ki, şagird paltaryon maşınında nasazlıq olduğunu və onu aradan qaldırmalı olduğunu bilir. Başa düşmüşəm ki, bunda nasazlıq var, bunu aradan qaldırmalıyam. Başa düşmüşəm, dərk etmişəmsə, demək mən anlama mərhələsindəyim. 11-də deyir ki, OM qanunundan istifadə edərək məsələni həll edir. Qanundan, düsturdan, köməkçi vasitə, kitabdan, nəyinsə əsasında nəyisə icra edirsə, məsələni həll edirsə, bu olacaq nə? Qanundan istifadə etmək, köməkçi vasitə var. Tətbiq mərhələsi yox, anlama mərhələsi. Çünki köməkçi vasitə varsa demişdim, anlama mərhələsidir. Köməkçi olmasa nə olardı? Tətbiq olardı. Nə cür olsa bəs tətbiq olardı? 12-də baxaq, verilmiş məsələni həll edir. Görürsünüz, heç bir qanun yoxdur, heç bir düstur yoxdur, kitab yoxdur, köməkçi vasitə yoxdur, müəllim yoxdur. Köməkçi vasitə olsaydı, olardı anlamaq. Köməkçi vasitə olmadığına görə olur tətbiq. 11-də cavab olacaq anlamaq, 12-də cavab olacaq nə? Tətbiq. 13-də deyir, məktəbdəki tullantıların qarşısının alınması üçün plan qurun. Hər hansı bir problemin aradan qaldırılması ilə bağlı planın qurulması, təqdimatın hazırlanması, fikrin irəli sürülməsi yaratmaq mərhələsidir. Bu olacaq 13-də hərə öz planını quracaq, məktəbdəki tullantıların qarşısının alınması ilə bağlı. Bu da olacaq yaratmaq. 14-də deyir, ingilis dilində öyrəndiyiniz sözlərdən əsasən dialoq qurun. Artıq öyrəndiklərini tətbiq edəcək, öyrəndiklərini icra edəcək, olacaq tətbiq mərhələsi. 15-də deyir, ağac əkilməsinin qaydasını bilir. Mən məsəl üçün, ağac əkilməsini kitabdan öyrənmişəm, qaydasını əzbərə bilirəm. Əzbərə bilirəmsə xatırlamaq, 16-da deyir, bitkini götürərək ağac əkir. Götürürəm, ağac əkirəmsə, prosesi icra edirəmsə, olacaq nə? Öyrəndiklərimi tətbiq edirəmsə, tətbiq mərhələsi. 16-da tətbiq. 17-də deyir, sabah gəzməyə gedəcəyik, bunun üçün çantama qoyduğum əşyaların vacibliyini yoxlayıram. Vacibliyini, əhəmiyyətliliyini, görürsünüz, vacib olanın olmayanını yoxlayıramsa, bizim təhlil mərhələmizin açar feillərindən idi. 17-də təhlildir. 18-də deyir, Leylanın geydiyi paltarın bu məkana uyğunluğunu yoxlayıram. Bax, yoxlayıram hər iki şeydə var. Həm təhlildə var, həm də dəyərləndirmədə var. Artıq Leylanın geydiyi paltarın bu məkana uyğunluğunu mən yoxlayıram. Öz fikrimi, öz münasibətimi bildirirəmsə dəyərləndirmək. Məsəl üçün deyirəm ki, bura yasif idi, Leyla qırmızı geyinib gəlib, heç bura uyğun deyil, onun geyindiyi paltar. Öz münasibətimi bildirirəm. Hərə öz münasibətini, bəs digər insanda başqa münasibət bildirə bilər ki, bəlkə Leylanın bu paltarı yoxdur, elə bir dənə bu paltarda. Hərə öz münasibətini bildirirsə, öz fikrini bildirirsə dəyərləndirmək. 17-də təhlildir, 18-də dəyərləndirmək. 19-da deyir, ən gözəl ölkə İsveçrədir. Bu mənim öz fikrimdir. Öz fikrim, öz münasibətimsə dəyərləndirmək. Ən böyük ölkə Rusiyadır. Artıq bu ən böyük ölkənin Rusiya olduğunu bilirəmsə xatırlamaqdır. Məsəl üçün, ən böyük zirvə Azərbaycanda Bazardüzüdür. Burada ən sözünü görüb təhlilə qaçmayın ha. Ən böyük ölkə, ən böyük şəhər, ən böyük Azərbaycanın ən böyük zirvəsi Bazardüzü. Bunlar ənlər olmağına baxmayaraq xatırladığımız məlumatlardır, əzbərə məlumatlardır. Burada heç nəyə qabartmıram ki, təhlil eləmirəm ki, xeyr, burada ən sözünə görə qaçıb dərhal nə götürməyin, təhlil götürməyin. Ən böyük ölkə Rusiyanın olduğunu bilirəmsə, bu demək artıq məlumatın əzbərə bilinməsidir, xatırlamaq mərhələsi olacaq.
21-də deyir metil spirtinin alınmasını laboratoriyada təcrübəli sınaqdan keçirir. Öyrəndiyim məlumatı laboratoriyada sınaqdan keçirirəmsə, təcrübədən keçirdirəmsə tətbiqdir. 22-də deyir hazırladığı robotu sınaqdan keçirir. Artıq mən hazırlamışam, mənim yaradıcılığımda, mənim hazırladığım məhsulda. Hazırladığım məhsulu sınaqdan keçirəmsə yaratmaq mərhələsi olacaq. Burada sınaqdan keçirir sözünü görüb deməyin ki, hə, tətbiq mərhələsinin açar feilidir. Nə olsun tətbiq mərhələsinin açar feilidir? Axı hazırladığım robotu mən hazırlamışam, yaradıcılığım var axı. Yaratmaq mərhələsi demişdim ki, ən üstün mərhələdir. 6-cı mərhələdirsə biz ən üstün mərhələni götürürük. Tətbiq mərhələsi bizim 3-cü mərhələmizdə, yaratmaq 6-cı. Biz həmişə ən üstünü götürürük. Ona görə də yaratmaq mərhələsi yaratmaq olacaq. Çünki burada robotu özüm hazırlamışam, öz yaradıcılığımdır, öz deməli fərqli üslubumdur. Ona görə də yaratmaq mərhələsi olacaq. Deməli suallar və izahları bu qədər. Növbəti izahlarımızda görüşmək ümidi ilə hər birinizə uğurlar arzu edirəm. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.